O, Azərbaycan ozan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olmuşdur. Xüsusilə yaradıcı aşıq kimi böyük hörmət qazanmışdır. Öz sazı ilə, sözü ilə, bir-birindən maraqlı dastanları ilə həmişə insanların rəğbətini qazanmışdır. Ne danışmaz bilmez oldu. Şirin dermediyen. Görünmürsen indi niye? Kuş olup uçtun mu göğe? Kim taşıdı baktı seni? Bir de geri dönmez oldu. Ahmet ağlar göyde yerde. Kar yüzünü gören bir de. Sen bir şam tek yüreklerde. İllər boyu sönməz oldu. Aşıq Əhməd Rüstəmovla mənim ilk tanışlığım 2007-ci ilin may ayının 10-na təsadüf edir. O illərdə mən Kürdəmir Uşaq İncəsənət Məktəbində tarix ixtisası üzrə təhsil alırdım. Ancaq aşıq sənətinə olan sevgidən, məhəbbətdən həmişə aşıq mahnıları öyrənirdim, aşıq kasetlərinə o dövrdə qulaq asırdım, aşıq şeirlərinə oxuyurdum, əzbərləyirdim və rayonumuzun tədbirlərində də iştirak edirdim, sazla iştirak edirdim. Elə həmin 2007-ci ilin may ayının 10-da Kürdəmirdə bir konsert təşkil olunmuşdu və mən orada çıxış elədim. Ustadın, Aşıq Əhmədin Kürdəmir haqqında yazdığı sözü bir aşıq mahnısı üstündə oxudum. Çox da yaxşı qarşılandı və mən təşəkkür edirəm o dövrdə Vaqif müəllim Aliyev, onun təşəbbüsü ilə mən Aşıq Əhməd Rüstəmovla görüşəsi oldum. Düzdür, o günə qədər mənim böyük arzum idi, istəyim idi ki, Aşıq Əhmədi görüm və elə oldu ki, həmin gündən Aşıq Əhmədin ziyarətində oldum. Tali tərəqqidən salsa insanı, atılıb düşməyin nə mənası var? Bir bulaq gözündən qurusa, onu min yerdən içməyin nə mənası var? 100 rənglə naxış vur, min yolla bəzə, sabah köhnələcək bugünkü təzə. Taliyin hökmü ilə bağlanan gözə, qızıldan çeşməyin nə mənası var? Hər kəsin taliyi xoş keçsə əgər, əyninə bez geysə atlas deyərlər. Bəxti kəm alimə nadan atsaşar, inciyib küsməyin nə mənası var? Yaqut Bahadur qızı, filologiya üzrə fəlsəfə doktoru, dosent. Aşıq Əhməd yaradıcılığından danışmaq üçün xeyli vaxt lazımdır. Çünki Aşıq Əhməd 60 ilə yaxın bizim aşıq ədəbiyyatına, Azərbaycan aşıq sənətinə və şeirimizə xidmət eləmiş bir şəxsiyyət olub. Aşıq Əhməd Azərbaycan aşıq sənətinin ənənələrindən bəhrələnərək özü də Şirvan aşıq mühitində adlı sanlı aşıqlardan biri olub. Aşıq Bilalın açdığı cığırla gedən Aşıq Əhməd ustad aşıq olub. Ustad bilirsiniz, ustad aşıq o deməkdir ki, şagirdlər yetişdirsin. Vaxtilə Aşıq Əhməd uzun müddət Kürdəmir Mədəniyyət evində işləyib, aşıqlar ansamblı yaradıb, sazçı qızlar ansamblı da olub, aşıqlar ansamblı. O ansamblda 100-ə qədər gənci aşıq sənətinə həvəsləndirib. Düzdür, onların hamısı aşıq olmasa da, Şirvan mühitində, Şirvan aşıq mühitində Aşıq Əhməddən yararlanmayan, ondan bəhrələnməyən, onun yaradıcılığına müraciət eləməyən aşıq olmayıb. Aşıq Əhməd tarixçiləri Adam yanmış. Adam gençliğindeki çok güzelleri, kocalarında yuxusunda görür. Əhməd Rovşan, selamlar. Ne sersə? Harada oturmuşsunuz? Güzel.
Bəli, ilahi Onun bu boyda olduğunun yanında olmuş. ilahi yaradım 100 peyğəmbəri, hər dövrün özünün öz peyğəmbəri, Əhmədi yaradıb söz peyğəmbəri. Hər qələm götürən deməsin Məmməd. Bəli, Əhməd əmi çox böyük sənətkar, böyük adımız. Allah'a çok Bəli. Allah'tan sağlık. Allah Uzun ömür. Hoş Allah geldin. sizi mənsubət görməsin. Aşıq Ələskərdir, müasir dövrün Aşıq Ələskəridir bu adam. Yani. Abdüləziz Xan Əhmədoğlu Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, 20 kitab müəllifi. Mən bugün Aşıq Əhməd haqqında suallara cavab vermək istəyirəm. Aşıq Əhməd yaradıcılığından, onun sənət incilərindən danışmaq istəyirəm. Və ümumi bir şəkildə deyim ki, Aşıq Əhməd doğrudan da böyük sənətkar idi. Aşıq Əhməddə ustadlığa layiq bütün əlamətləri var idi. Yəni, həm saz çalırdı, həm şeir yazırdı, həm oxuyurdu, ifa edirdi, həm rəqs edirdi, o həm aktyor idi, həm şair idi, həm aşıq idi. Onda bütün bunlar hamısı zəmlənmişdi. Aşıq Əhməd Kürdəmirin Carlı kəndində dünyaya gəlib. Kənd uşağının biri kimi çox dəccəl olub, çox işıltaq bir uşaq olub. Ancaq sənət aləminə dönəndən sonra, yəni sənət aləminə gəlməyində də onun əsas rol oynayan anası Umhanı olub. Yəni əsas müəllimi, ustadı demək olar ki, Umhanı olub. İlk mahnıları, ilk dastanları anasından öyrənib. Və o el şənliklərində oxuya-oxuya, çala-çala, taxtadan saz qondarıb çala-çala böyük bir ustadlıq mərtəbəsinə gəlib çatmışdı. Taxtadan ona görə deyirəm ki, o sonradan bir şeirin birində xatırladır. Nə əziz nemətdir gənclik illəri, ömrümün keçmişi yadıma düşdü. Tatüş uşaqlarla çiçək dərdiyim, qayaların döşü yadıma düşdü. Getmir qulağımdan anamın səsi, öyüdü, laylası, şirin kəlməsi, bayram süfrəsinin meri meyvəsi, qayısısı, kişmişi yadıma düşdü. Əhmədəm, vurğunam bahara, yaza, gəzirəm elləri söz yaza-yaza, taxtadan qondarıb çaldığım saza, qızların gülüşü yadıma düşdü. Əhməd Toyxanaya girəndə gah Koroğlu olurdu, misri üstündə oxuyurdu, gah gözəlləmə üstündə oxuyub, bir gözəl əhval-ruhiyyə yaradırdı. Gah döymə şərəmi ilə elə təpik döyürdü, elə yerirdi ki, onun yeridiyi yer silkələnirdi, toyxana lərzə gəlirdi. Onun gəlişindən toyxana hiss edirdi ki, artıq bir aşıq gəlib. Yəni, mən onun şahidi olmuşam. Bir balabancı var idi, gözəl bir balabancı idi Muradxandan Əlsəmid. Əlsəmid sazı kökləyib bu hərəkətə başlayanda Əhmədin darəcən geriyə çata bilmirdi. Əhməd o şəkildə götürürdü, peşrə üstündə elə gedirdi ki, bütün toyxana millət qalxırdı ayağa, onun ayağına tamaşa eləməyə. Çox qəribə bir oyunu var idi onun, ayağın çatıb bir-birinə elə rəqs edirdi ki, hamı qalxırdı ki, onun ayağını görsün. Özündən çox ayağına baxmaq istəyirlərdi, yəni onun rəqsinə görə. Yəni Əhməddə böyük aktyorluq qabiliyyəti var idi. Bax, deyirdir elə Polad müəllim gəlsin, bax, Polad müəllim dəvət ondan kimi. Ziyarət qəbul edək. Onun yaxşı yox, sağ ol. Yaxşı, çox sağ ol. Allah can sağ olsun. Bayrağımız mübarək. Aşıq Əhməd Rüstəmov güclü yazar idi. Güclü yazar idi. Onun bir dənə şeirinin bir kupletini deyəcəm. Əhməd həm də eyni zamanda biraz yazanda məcazı da yazırdı. Deyirdi, Əhməd sözün heç dəyməsin xətirə, yel tək uçsa, at deməzlər gətirə, qopardıb dağı boynunda gətirə, hər dılğırdanıya kəl demək olmaz. Əhməd də belə şair idi, Əhməd nəhə şair idi. Şakir rəhmətə gedən günü, həmən günü yazmışdı o şeiri ki, Əhməd, Şakir əzəl səni məndən ayırdı, de hansı diyardan taparam səni. Bir də gəzdiyim bir şehirli çəməndən, Turazlı bağlardan taparam səni. Bir günün içərisində Şakir rəhmətə gedən günü yazmışdı onu. Təqəllisində də deyirdi ki, Əhməd deyir, nədir bu qara xəbər, yayılıb el be el, şəhər be şəhər. Bu diri dünyadan tapmasam əgər, girib daş məzardan taparam səni. Elə tamamlamışdı onun haqqında yazdığı bu şeiri də. Əhməd nəhə yazar idi.
Allah qani-qani rəhmət eləsin. Və mən deyim ki, Aşıq Əhməd böyük şəxsiyyət idi. Sənəti ilə şəxsiyyəti üst-üstə düşən sənətkar idi və Aşıq Əhməd hal əhli idi, ruh adamı idi. Yaxşı tanıyıram, ustadım olub. Əhli hal adamın qulu idi Əhməd. Baxanda tanırdı insanı üzdən, hamının dərdindən halı idi Əhməd. Şirvanın ələsgəri idi Aşıq Əhməd, müasir dövrümüzün Aşıq ələsgəri idi. Aşıq Əhməd ruhu şad olsun, həmin gündən məsləhət gördü ki, mən ondan aşıq sənətinin sirlərini gəlim öyrənim, düzdür, səsimə qulaq asdı, müəyyən qədər məndə olan az da olsa potensialı gördü, məsləhət gördü ki, mən ondan aşıq sənətinin sirlərini öyrənim. Elə o gündən mənim aşıq sənətimdə həyat yollarım dəyişdi və mən öz üstümdə daha da işləməyə çalışdım. Aşıq havalarını, klassik aşıq havalarını mən ilk olaraq Aşıq Əhməd Ustamovdan mənimsəməyə başladım. Aşıq Əhməd ovçu olubdur. Bəli, Aşıq Əhmədin şeirlərinin, söhbətlərinin çoxsuna mən qulaq asmışam. Ustadımız olub, ustadım olubdur, yaxşı tanıyıram. Əhli hal adamın quludur Əhməd. Əhməd birinci şəxsiyyət idi, ikincisi də ürəkli adam idi, təpərli adam idi. Qorxaq adam dördü, əylən adam dördü. Bu sənətdə ən böyük xasiyyətlərdən biri də bunlardı. Neysə, Səməd Vurğunla görüşlərində, Səməd Vurğun İmişli rayonunda gəlib Ceyran ovunda olanda süfrə açıb çörək yerlərmiş ovçularla qısasını deyirəm. Aşıq Əhməd deyir ki, mən onda Mollakətdə peşə məktəbində işləyirdim. Bir də gördüm deyə bir maşın gəldi. Aşıq Əhməd gedirik, hara bala? Dedi, gedib görərsən da. Gəldim deyə gördüm ki, 3-4 nəfər ovçulardır, çörək yerlər. Biri amma 50-60 metr aralda dayanıbdı, gəzir də elə belə. Biri mənə dedi ki, gördüm deyə Kürdəmirin deyə rəhbərliyi idi bunlar. Mənə dedi ki, tanıyırsan o adamı? Dedim, yox. Dönüb deyə bəri gələndə əlində də deyə 600 qoşarla tüvə, yəni gördüm deyə ki, birdən kepqasını götürdü. Gördüm deyə, hə, Səməd Vurğundur bu. Dedim, o Səməd Vurğundur. Yaxınlaşandan sonra dedi, görüşdü elədi, deyə şair, aşıq, Kürdəmirli balası, Şirvanlı balası. Şeirin gəlib çatıbdı mənə, taley tərəqqidən salsa insanı, atılıb düşməyin nə mənası var. Sənin deyə o şeirin acıtması, balatası çox güclü olub. Güclü olub. Səməd Vurğun Aşıq Əhmədin şeirini bilirdi. Ləzzət eləyib özcə ona. Rəhmətli ulu öndərimiz Heydər Əliyev Aşıq Əhmədin şeirini bilirdi. Mən de Ceylan şeirimi oxumusan, dedi, hə, ona bir cavab yazarsan, dedi, yazmışam. Dedi de görüm, bəyək Aşıq Yanvar oxuduğu şeir. Yarandığı tarixdən deyirəm. Amma mənim oxuduğum başqası olacaq. Əvvəla oxuyub nöqtəsini qoyacaq, ona qədər qoy ürəyimi boşaldım. Deməli ki, əzizlərim, kimin şeiridir? Bir şeir bilirdim balaca vaxtı, deyib, bu dünyada yaxşı yaman öz yerini bilməlidir. Qarğa qarğa olduğunu anlamırsa gülməlidir. Ucuzunu baha satma, köçünü hər köçə qatma. Təbin yoxsa baş ağartma, söz ürəkdən gəlməlidir. Fəxrəddin müəllimin Aşıq Əhmədin gecəsi haqqında girişdə dediyi sözlərin hamısı ürəkdən gələn sözlər idi. Bunu hamı bildi. Ürəkdən gələn sözlər idi. O ziyarətdə də Həsrət Hüseynovu da ziyarət elədik. Oradakı şəhidlərin hamısını ziyarət elədik. Ürəkdən gələn sözü bilməyə nə var ki? Allah rəhmət eləsin Aşıq Əhmədə. Onun da Kürdəmirdə mən Şakirin yanında görmüşdüm. Şakirə bir yerdə çox tolerant gedirdi. Bir yerdə. Bir gün mənə qayıtdı ki, Əvəz xan, sən bilirsən, sənin gələcəyin necə sənətkar olacaq? Dedim, hardan biləm? O qədər sənətkarlar var. Dedi, sən gələcəkdə
çox tanınmış bir sənətkar olacaqsan, xanəndə olacaqsan. İndi bilmirəm, aşıqlı sənət seçəcəksən, ya xanəndəlik sənəti seçəcəksən, amma çox belə tanınmış bir sənətkar olacaqsan. Dedim, bu nədən görkənir? Dedi, Şakir xasiyyətcən çox ağır adamdır. O hər sənətkarı hər adamda bəyənməz. Əgər səni yanına götürübsə, Şakirdir. O bilir ki, sən onun sənətini yaşadacaqsan. Sabah sən hardasa oxuyanda deyəcəklər ki, Ustad var Əhməd, Allah Aşıq Şakirə rəhmət eləsin. Onu Əhməd o vaxtı mənə demişdi. Gör, nə qədər uzaq görən sənətkar idi. Şirvanda məşhur olan Aşıq Əhliman, Aşıq Əhmədin sırf onun tələbəsi olubdu, onun şagirdi olubdu. Hər zaman onun evində, onun tökdüklərini birər-birər Çinadanına yığıbdı. Aşıq Ağamurad öz ustadı, Aşıq Rıza olsa da Qobustanlı, hər zaman Aşıq Əhmədin yanında olub, onun təzə şeirlərindən götürüb. İndi də televiziya kanallarında daima elə bir həftə, elə bir gün yoxdur ki, Aşıq Ağamurad orada iştirak eləməsin və başlayanda da qutaranda daha çox Aşıq Əhmədin şeirlərinə müraciət eləyir. Və digər Aşıq Əlidir, rəhmətli Aşıq Vüqaridir, digərlər də. Aşıq Şakirlə Aşıq Əhmədin çox gözəl münasibətlər olub. Həm yaradıcılıq, sənətkar kimi münasibətlər olub, dost kimi münasibətlər olub. Və Aşıq Şakir o zaman üçün Azərbaycanın ən məşhur aşığı olub və özü hara gedirdisə, daha çox Bakı toylarında iştirak eləmək hər adamın hünəri deyildi. Ancaq Aşıq Şakir Bakı toylarının bəzəyi olub və eyni zamanda Aşıq Əhmədlə bərabər gedib. Çünki onların dəyişməsi hər kəsi belə məftun eləyirmiş. Ona görə sifariş verəndə Aşıq Əhmədlə bir yerdə gəlməsini xahiş edirlərmiş. Bədahətən dəyişmələr olub aralarında. Aşıq Əhmədin söz oynatması, dəyişmələri. Aşıq Əhməd elə bir sənətkardır ki, 100 il əvvəl Aşıq Ələsgərin demək dediyi qıfılbəndin açmasını 100 ildən sonra, bir əsrdən sonra Aşıq Əhməd açıb. Və Ələsgərin özünə layiq, Ustad Ələsgərin, Dədə Ələsgərin özünə layiq açmasını izah edib. Tələbə vaxtı 67-ci ildən gedir söhbət. Aşıq Əhmədin 50-liyi keçirilirdi. Bakıda demək Gənc Tamaşaçılar Teatrında 50-liyi qeyd olunurdu. Onda mən də tələbə idim. Mən gəldim ora, rəhmətli Rübabə Muradova gəlmişdi ora. Və digər, indi yadımda qalmayıb, yadımda Rübabə Muradova qalıb və ondan başqa da bir neçə sənətkarlar gəlmişdi ora, yubiləyə. Orada, o yubilə orada keçdi. Sonra Filarmoniyada Aşıq Şakirin konserti oldu. 67-ci ildən gedir söhbət. Orada Aşıq Şakir idi, Aşıq Əhməd idi. Allah rəhmət eləsin. Teyfur İskəndərov var idi. Aşıq Şakirin yanında həmişə iştirak edirdi o da. Teyfur İskəndərov. O da orada idi. Hətta o yadımdadır ki, Aşıq Əhməd orada metroda həmən aylarda istifadəyə verilmişdi. İlk dəfə metro stansiyası, onda Baksovet metrosu deyirdilər. Filarmoniyada Baksovetin yanında idi. Orada Aşıq Əhməd çıxışında belə bir zarafat elədi orada. Dedi ki, mən dedi, ilk dəfə metronu gördüm Bakıda. Nə gözəldir deyir, adamlar deyir, pilləkənlə düşür yerin altına, pilləkənlə qalxır yuxarı. Orada bir zarafat elədi. Deyir ki, o gün olsun ki, insanlar ki yerə enirlər, yerin altına enirlər, vaxt olsun ki, yerin altına enən o vaxtı ilə həyatını itirmiş insanlar da o metro pilləkəni kimi bir vaxt yerin üzərinə qalsınlar. Pilləkən kimi yerin üzərinə qalsınlar. Bax, belə bir orada bir obraz yaratmışdı. Aşıq Əhməd Rüstəmovun evində aşıq havalarını öyrənirdim, aşıq şeir şəkillərini öyrənirdim. Həm də bu bir fürsət idi. Yaxşı mənada mənə düşmüşdü ki, Allahın verdiyi bir qismətdir ki, mən çoxdankı arzum sanki həyata keçmişdi. Mən deyim ki, Aşıq Əhməd səxavət əhli idi. Sənətindən yana bir şəxsiyyət olaraq, bir insan olaraq həmişə mənim qəlbimdə böyük bir abidə uzaldmış bir insandır və mən bu yaşımda da, yəni
bütün bunların hamısını gözəl xatırlayıram. Təsəvvür edin ki, mən balaca bir uşaq Aşıq Əhmədin evinə getmişəm dərs öyrənməyə. Allah rəhmət eləsin, yoldaşı, həyat yoldaşı Mələk xala. Yəni, mən orada çay çörək yeməmiş, su içməmiş Aşıq Əhməd mənə heç nə öyrətməzdi. Deyirdi, ay bala, sən çörək yeməsən, su içməsən, sənin öyrənməyin də mənə lazımdır. Yəni, Aşıq Əhməd belə bir insan idi. Yəni, hər bir işin, hər bir sənətin başlanğıcında insanlığı görən bir sənətkar idi. Və mən burada günü-gündən aşıq havaların, klassik aşıq havalarını öyrənirdim, şeir bagajımı artırırdım və rayonumuzun tədbirlərində demək olar ki, bir çox tədbirlərində iştirak edirdim və Aşıq Əhməd həmişə mənim səhnə fəaliyyətimə, konsertdə olmağıma məsuliyyətlə yanaşırdı. Bəlkə də mən o illərdə bir o qədər də bunu dərk eləmirdim. Ancaq həmişə mən konsertdə çıxış edəndən sonra Aşıq Əhməd belə bir qayda qoymuşdu ki, konsertdən çıxandan sonra mən Aşıq Əhmədi gəlirdim, konsert təəssüratlarımı bölüşürdüm. Usta, burada belə oxudum, bu sözü belə oxudum, belə qarşılandı və yaxud hansısa bir konsertə bir gün, 2 gün, 3 gün qalmış konsertin mövzusunu soruşardı və ona uyğun mənə repertuar verərdi. O dastanı elə bir vahimlə başlayırdı ki, hətta sinəsinə döyüb, anan ölsün, acan baxış, gör qız evi nə istəyir deyəndə, adam məhtəl qalırdı ki, görəsən burada nə istəyir, dünya qopub, burada nələr var ki, bu belə anan ölsün, acan baxış deyir. Üzü qibləyə 4 otaq, 8 mərmər istəyir, 30 dərs paltar saydılar, hərəsi bir yandan gəlsin, tuflu Çekoslovakiyadan, corablar Seyrondan gəlsin, 7 kisə Kuba qəndi, 3 top da məxmər istəyir. Nəhayət, sənin dastanın sonunda deyir ki, ana, bəs sən onlara nə cavab verdin? Deyir, mənə söz verdilər, aspara söhbət eylədim, xeyir iş baş tutsun deyə hamıya minnət eylədim. Tərs verdilər cavabımı, mən onlara belə dedim, qızınız tacı taxt gəzir, deməyin ki, ər istəyir. Aşıq Əhməd hikmətli bir şair idi, nəsihətamiz sözləri olan bir şair idi. Özünün təhsili yox idi. Cəmi 4 sinif qutarmışdı o. Və bir də 7-ci sinifi gecə quşlu qutarmışdı, qəbul qutarmışdı. Və buna baxmayaraq, çox böyük dastancılıq qabiliyyəti var idi. O nəsihətamiz sözləri çox idi onun. Hatta onun şeirinin birində deyir ki, pislik pistir deyə bacarır hamı, yaxşılıq etməyə təpər gərəkdir. Bir meşəni yandırmağa nə var ki, bircə gül əhməyə hünər gərəkdir. Onun aşıq şeiri üslubunda yazılmış mahnıları da var və dillər əzbəri, məclislər yaraşıq olan mahnılar var. Onun əvvəl mahnılarını, sözlərini aşıqlar oxuyurdular, aşıq üslubunda oxuyurdular. Sonradan ilk dəfə, mən bildiyimcə, ilk dəfə Şahnaz Haşimova xalq artisti Gəncədən gəlmişdi. Aşıq Əhmədin evinə apardım onu, onun adı ilə gəlmişdi. Onun şeirlərindən götürdü, ona nə qədər qulaq asdı. Ustad Aşıq Əhmədin Dədə Şəmşirlə, Səməd Vurğunla görüşləri olub. Səməd Vurğunu çox sevirdi, Səməd Vurğunun yaradıcılığını çox sevirdi. Hətta onun Səməd Vurğunun yerdən ayağını quş kimi üzüb, yay kimi dartınıb, ox kimi süzüb. Həmin o şeirinə nəzirə olaraq da bayaq mən səsləndirdiyim ovçudan küsmüsən, yoxsa çəməndən baş alıb gedirsən hara ceyranım. Bu şeiri həmin şeirə nəzirə olaraq yazılıb və Səməd Vurğun yaradıcılığına olan hörmətdən yana yazılıb. Səməd Vurğunla görüşündən bir xatirə şeirini də səsləndirmək istəyirəm. Demək, Dədə Şəmşirlə, Səməd Vurğunla Aşıq Əhməd görüşərdilərmiş. Ancaq bildiyimiz kimi 56-cı ildə Səməd Vurğun dünyadan köçür, həmin il Səməd Vurğun görüşə gələ bilmir. Səməd Vurğunun dünyadan vaxtsız köçməyindən təsirlənən Aşıq Əhməd yazır ki, Kəlbəcərə turşusu üstə gələndə güllər də Vurğunu məndən soruşdu. Yığıldı başıma dostlar, tanışlar, ellər də Vurğunu məndən soruşdu. Sanki dağ dilləndi, dindi yamaclar, bağda qırqovullar, düzdə turaclar, kür üstə gələndə hündür ağaclar, çöllər də Vurğunu məndən soruşdu. Neçə toya getdim, səsim oldu car, dedilər, hardadır böyük sənətkar, dolandı qarşımda həftələr, aylar, illər də Vurğunu məndən soruşdu. Duydum nəfəsini dağda, aranda, ellər ondan dedi məclis quranda.
Əhməd Ağsimlərə mizraf vuranda tellər də vurğunu məndən soruşdu. Aşıq Əhmədin şeirləri demək olar ki, dillər əzbəridir. Elə tək özünün bu gündə Əhməd gözəlləməsi kimi tanınan Dilas telli sazım Şirvan elindən gəl gedək Qazağa bir salam verək. Yəni, ümumiyyətlə Kürdəmirdən, Aşıq Şakirin yaradıcılığından, Aşıq Əhmədin yaradıcılığından, Həsrət Hüseynovun Eynullah Cəbrayılov, Allah rəhmət eləsin. Bu sənətkarların yaradıcılığından nə qədər musiqilər Azərbaycan musiqisinə nətər deyim, zənginləşib, illərdir ki, oxunur, oxunmaqdadır və mən düşünürəm ki, nə qədər zaman keçsə də bu musiqilər, bu sənət əsərləri heç vaxt yaddan çıxmayacaq və onların qoyub getdiyi, bizə miras gələn sənət heç vaxt nə xalqımızın, nə sənət nümayəndələrimizin, belə deyim, ürəyindən, könlündən, yaddaşından silinməyəcək. Baxın, yazıb ki, talih tərəqqidən salsa insanı, atılıb düşməyin nə mənası var? Bir bulaq ki, öz gözündən quruya, min yerdən eşməyin nə mənası var? 100 rənglə naxış vur, min yolla bəzə, sabah köhnələcək bugünkü təzə. Talihin hökmü ilə bağlanan gözə, qızıldan çeşməyin nə mənası var? Əhməd, el misalın gəl eşitsən də, daş düşər qürbətə yük əyləndə, zərdən şeş istəyib yek gətirəndə, qovrulub düşməyin nə mənası? Deməli, kitabın da adını qoydum, Dilaş telli sazım. Salam verək şeirinin bir misrasını kitabın adına gətirdim. Orada belə bir şey yazmışam ki, Aşıq Əhmədin belə bir sözü var. Bir Dilaş telli sazım Şirvan elindən, gəl gedək Qazağa bir salam verək. Vaqiflə bir yerdə Cıdır düzündən, gözəl Qarabağa bir salam verək. Göyəzən dağının gəzək zirvəsin, pambıqlı çöllərin çarpal cərgəsin, açaq söz matahın şeir süfrəsin, hər elə oymağa bir salam verək. Ötər pərdə-pərdə verək səs-səsə, ürək şad olar mı deyib gülməsə, vurğun gəzən yeri bizə kim desə, Əhməd o yerlərə bir salam verək. Onun bu məşhur şeiri çox hamı tərəfindən sevilir. Sonra bir fakt da deyim ki, mən bu kitabı yazanda Aşıq Əhməd haqqında professor, Bakı Dövlət Universitetinin professoru Qara Namazovla görüşdüm. O da folklorşünas alimdir. Onun fikrini öyrənmək üçün getdim ona görüşəndə Əhməd haqqında çox gözəl sözlər deyəndən sonra o bir əsas bir faktı da mənə diqqətimə çatdırdı. Dedi ki, Aşıq Ələsgərin iki məşhur misrasını yeganə sənətkardır ki, Aşıq Əhməd açmışdı. Ona qədər o misranı heç kəs açmamışdı, o bağlamanı. Bu da professor Qara Namazovun dediyi sözlərdir. Aşıq Əhməd ömrünün son günlərində, ümumiyyətlə Aşıq Əhməd sülh adamı idi. Mehribançılığın tərənnümünü eləyən bir insan idi. Ömrünün son günlərində də həm onu sevən insanlara, həm elinə, obasına, həm də ömürgün yoldaşı Mələk xanıma yazdığı şeirlə də öz vəsiyyətini elədi. Mən ona hörmətdən, məhəbbətdən başqa heç başlamaram. Yaxşında Mələk Bibiyə bir sual. Mələk Bibi, ondan küçüyün inciliyin olub mu? Aşığın arvadı Hüseyin olur. Mən, qoy orasını da deyim, Dədə Ələsgərdən üzü bəri, aşıqların arvadları Hüseyin olur. Ana xanım həftə 8 ilə doğulur. Gedirəm işte, heç küsməmsən ki ondan, ürəkdən. Vaqif mənim, çox sağ olun, minnətdarım sizə. Siz gəlib Əhmədi bir yerə salırsınız. Əhmədin bu günündə elə bil ki, Əhmədi həyata qaytarmışsınız. Başçımızda, cəmatımızda. Mən minnətdarım. 54 ildir biz idarə edirik. 54 ildə, bax bu Əhməd hələ mənim bir günahım üstündə mənimlə pisləşmir, yüzləşmir. Ancaq Əhməd elə bir adamdır ki, Altonda Əhməd kimi yecim ola bilməsin. 2. Hirsli. Gənə mən onu yola vermişəm. 54 il vurmuşuq başa. Bugündən sonra da Allah elə ona ömür versin. Amin. Mən onun nə qədər nəfəsim var, mən də, qovumum da, dostlar da, aşnalar da, el cəmahat da elə onun yataqda da olsa nəfəsim Allah ağır. Qoca dünya hey boşalıb dolandı. Dünyaya gəldiyim xeyli zamandı.
Nurlan bəy, zaman keçsə də, vaxt ötsə də Aşıq Əhməd yaradıcılığı, Aşıq Əhməd izi heç vaxt bizim qəlbimizdən, sənətsevərlərin ürəyindən, könlündən silinməz. Kim xalqın oduna qalandı getdi, ellərin qəlbində hörməti qaldı. Kim elin malı ilə dolandı getdi, boynunda dünyanın minnəti qaldı. Çoxları anadan doğuldu nadan, cavan oldu nadan, qocaldı nadan, cənnət xəyalı ilə köçdü dünyadan, yazığın dünyada cənnəti qaldı. Çoxu da anadan oldu ər kimi, yaşadı nər kimi, öldü nər kimi, getdi vurğun kimi, ələsgər kimi, şirin sözü qaldı, söhbəti qaldı. Azərbaycan aşıq sənətində öz izi ilə yadda qalan sənətkar Aşıq Əhməd Rüstəmovun sazı və sözü bu gün də el arasında yaşayır. Onun sənəti aşıq dünyasında daim xatırlanacaq. Ruhu şad olsun.